Bu dəfə çox dadlı və fərqli üsulla sos hazırladım. Mütləq siz də hazırlayın, keçəyin hazırlanma qaydasına. Bizə lazımdır kartof. Kartofları soyub və yuyub doğrayırıq. Tavanın içərisinə buldur yağ əlavə edib içərisində qızardırıq. Kartofları qızartdıqdan sonra eyni yağın içərisində ətləri də qızardıb götürürük. Pişirəcəyimiz qazanın içərisinə bol kərə yağı əlavə edirik və üzərinə qızartdığımız əti, kartofu, doğradığımız soğanı, pomidoru, biberi və sarımsağı əlavə etdikdən sonra üzərinə noğudu da əlavə edib, üzərinə duz, istiot, sarı kök əlavə edirik. Və sonda üzərinə pomidor pastası əlavə edib və 1 stəkan da su əlavə edib ağzını bağlayıb vamxodda təxmini 1 saat pişiririk. 1 saat pişdikdən sonra servis edib üzərinə göyərti əlavə edirik. Mütləq siz də hazırlayın. Çox dadlı alındı. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.